Salam əziz və dəyərli izləyicilər, xoş gördük hər birinizi. Mən Tahir Haşimi. Bugün sizlə Azərbaycan Respublikasının Təhsil İnstitutunun paylaşdığı sınaqların davamına nəzər salacağıq. Bu dəfəki videoda coğrafiya fənninin metodika hissəsinə baxacağıq. Əgər siz də bu testi PDF formatında işləmək, sonra sınaqların izahına baxmaq istəyirsinizsə, mənə bu ekranda gördüyünüz nömrədən yazın və mən sizə onun PDF-ini göndərim. Kanala da abunə olmağı, videonu bəyənib bizə dəstək olmağı unutmayın. Gəlin keçək testlərimizə. Aşağıdakı situasiyalardan hansında interaktiv təlim prinsipləri pozulmuş hesab olunur? Şagirdlər birgə müzakirə edərək problemə müxtəlif yanaşmalar irəli sürürlər. Baxın, interaktiv təlimdə elə əməkdaşlıq olur da, şagirdlər bir problemə müxtəlif yanaşmalar irəli sürürlər, birgə müzakirə edirlər. Bunlar hamısı elə interaktiv təlimə aiddir. B-də müəllim şagirdlərin fikirlərini əsaslanaraq dərsi planlaşdırır. Bəli, şagirdlərin fikirlərini, maraqlarını, istəklərini nəzərə alın. Şagird yönümlülükdə elə interaktiv təlimin əsas məqsədlərindən və prinsiplərindən biridir. C-yə baxaq. Şagirdlər yalnız müəllimin təqdim etdiyi məlumatları qeydsiz şəkildə dinləyirlər. Bu yanlış fikirdir. Ancaq müəllimin təqdim etdiyi məlumatlarla kifayətlənmirlər. Ələxüsus da ona qulaq asırlarsa, qeydlər də aparılmalıdır ki, interaktiv təlim olsun. D ilə E-yə də baxaq. Təlim prosesində qrup işi və fikir mübadiləsinə geniş yer verilir. Bəli, burada əməkdaşlığa üstünlük verildiyi üçün, bəli, qrup işinə də üstünlük verilir. Müəllim öyrənməni təşviq edən suallar vasitəsilə təfəkkürü stimullaşdırır. Bəli, öyrənməni təşviq edən suallarla təfəkkürü stimullaşdırır. Doğru fikirdir. Yanlış cavabı oldu elə C variantı. Keçək 52-yə. Müəllim bölməni başa vurduqdan sonra bölmə üzrə summativ qiymətləndirmə keçirir. Qiymətləndirmə nəticələrinə əsasən sinfin yarıdan çoxu aşağı nəticə göstərir. Bu vəziyyət müəllimdə narahatlıq doğurur və o dərhal növbəti bölməyə keçir. Müəllimin bu qərarını necə qiymətləndirmək olar? Fikir verirsiniz, əslində necə olmalıdır? Bu summativin nəticələri müzakirə olunmalıdır ki, uşaqlar bilsinlər niyə səhv eləmişəm və bu səhvləri necə düzəldə bilərəm ki, gələcəkdə həmin mövzu ilə bağlı çətinlikləri olmasın. Amma müəllim görür ki, sinifin yarıdan çoxu, bir nəfər, iki nəfər deyil, yarıdan çox aşağı nəticə göstərib. Müəllim narahat olur ki, mənim sinifim zəif nəticə göstərib, amma buna baxmayaraq növbəti bölməyə keçir. Yəni, müəllimin atdığı addım yanlışdır. A-da deyir, qərar doğrudur. Təbii ki, qərar yanlışdır. Davamını oxuyaq, eybi yoxdur. Çünki summativ qiymətləndirmə nəticələrindən sonra dərhal yeni mövzuya keçmək illik planlaşmaya uyğunluq baxımından vacibdir. Yanlışdır. Dediyim kimi, həmin bölmədəki problem həll olmadan növbəti bölməyə necə keçə bilərik? Bəs növbəti bölmədəki mövzularla bu mövzunu necə inteqrasiya edəcəyik şagirdlər əgər bilmirsə? Ona görə bu getdi. Nəticələr zəif olsa da, summativ qiymətləndirmə nəticələri yalnız rəsmi sənədləşdirmə üçün nəzərdə tutulduğuna görə müəllim qərarında haqlıdır. Bu deyir ki, onsuz da formalnidir. Bu yanlış fikirdir. Yəni, nəticə zəifdirsə, deməli, burada problem var və bu problem aradan qalxmalıdır. Bu yanlışdır. C-yə baxaq. Müəllimin qərarı yanlışdır. Çünki summativ qiymətləndirmə nəticələri tədrisin keyfiyyətinə dair əhəmiyyətli məlumat təqdim edir və bu zəif nəticələr əlavə dəstək və korreksiya tədbirlərini tələb edir. Əla. Baxın, elə mənim girişdə dediyim budur. Müəllimin qərarı yanlışdır, yəni buradakı problemi həll eləməmiş növbəti bölməyə keçməməlidir. Çünki deyir, burada diqqətini elə bizim dediyimizi biraz kitab cümləsi ilə deyir də, deyir ki, summativ qiymətləndirmə nəticələri tədrisin keyfiyyətinə dair əhəmiyyətli məlumat təqdim edir və bu zəif nəticələr əlavə dəstək və korreksiya tədbirlərini tələb edir. Yəni, buradakı problemi korreksiya eləməmiş, düzəltməmiş gedə bilməzsən. Bəli, doğru fikir elə C variantıdır. D ilə E-yə də baxaq. D-də deyir, müəllimin yanaşması düzgündür, heç oxumuram, vaxt getməsin, dedi axı, yanlışdır. Müəllimin qərarı haqlıdır, E-də deyir, haqlı deyil, yanlışdır. Keçək indi 53-ə. Şagirdlər qrup halında
Dünyanın müxtəlif iqlim qurşaqlarında yaşayan insanların həyat tərzini araşdırmalı, həmin iqlimdə yaşamaq üçün uyğunlaşdırılmış ekoloji yaşayış məkanı layihəsi hazırlamalıdırlar. Daha sonra bu yaşayış məkanını 3D modelləşdirmə aləti və interaktiv təqdimat vasitəsilə təqdim etməli və bu yaşayış formasının iqlim dəyişikliyinə qarşı dayanıqlığını əsaslandırmalıdırlar. Müəllim sinifdə hansı inteqrasiyanı reallaşdırır? Coğrafiya fənni ilə bağlıdır iqlim qurşaqları. Coğrafiya fənni ilə nəyi əlaqələndirir? Baxın, 3D modelləşdirmə aləti deyilsə, informatika ilə əlaqələndirir. Deməli, burada fənlər arası var. Bəs fənnüstü varmı? Məsələn, bunu bir neçə il əvvəl, bəli, fənnüstü götürərdik, çünki həyatla əlaqələndirir. Amma hal-hazırda deyirik ki, həyatla əlaqələndirmək o deməkdir ki, həyatda bunu tətbiq edə bilsin. Bu uşaq dünyanın müxtəlif iqlim qurşaqlarında yaşayan insanların həyat tərzini araşdırmaq üçün həyatda tətbiq etmə məsələsinə qalsa, gərək gedə o həmin qurşaqlarda, iqlim qurşaqlarında yaşayan insanlardan görüşə və oranı görə. Bu oldu fənnüstü. Amma bunu eləmir axı, bu oturub internetdən araşdıracaq təbii ki. Ona görə bu fənnüstü olmayacaq. Nə olacaq? Ancaq və ancaq fənlər arası. Doğru cavab olur C variantı. Keçək 54-ə. İqlim dəyişikliklərinin kənd təsərrüfatına təsiri mövzusunda verilmiş 2 mütəxəssis fikrini oxuyun. 2 dənə mütəxəssisin fikri var, qoyulub qarşımıza. Bunların oxunulması tələb olunur, oxuyuruq. Hər iki mütəxəssisin fikirlərini və onları dəstəkləyən arqumentləri ümumiləşdirin. Sizcə hansı mütəxəssis daha əsaslı və inandırıcı arqumentlərdən istifadə edib? Mütəxəssislərin fikirlərində hansı coğrafi məlumatlara və sübutlara əsaslanılıb? Tapşırıq şagirddə Bloom taksonomiyasının hansı mərhələsini və təfəkkürün hansı növünü inkişaf etdirməyə xidmət edir? Baxın, burada arqument, fikir əsaslandırma və s. görüb birbaşa gedib dəyərləndirməyin üzərinə qaçmırıq ki, D variantını götürək, elə deyil. Bəs necə yanaşırıq burada? Baxın, dəyərləndirmə mərhələsi odur ki, özüm ortaya bir fikir qoyuram və o fikri əsaslandırıram. Amma burada deyir ki, mətndən əsaslanma gətirin. Mətndən əsaslanma gətirmək üçün o mətni təhlil etmək lazımdır. Və bir də burada təhlil etməklə bağlı bir məsələni demişdik ki, ayırmaq məsələsi. Deyəcəksiniz, ayırma haradadır burada? Baxın, deyir ki, 2 mütəxəssis var. Deyir, sizcə hansı mütəxəssis daha əsaslı və daha inandırıcı arqumentdən istifadə edib? Ayırırıq. Tutaq ki, bir mütəxəssis digərindən daha yaxşı arqumentlər gətirib. Bunu təhlil nəticəsində ən yaxşısını, ən əsaslı arqument gətirəni seçib təqdim edir. Bu olur təhlil etmə mərhələsi. Təhlil etmə mərhələsi həm C-də var, həm də E-də var. Bəs digər təfəkkür hissəsi hansıdır? Təfəkkür də təbii ki, tənqidi təfəkkürdür. Çünki əsaslandırma arqument gətirir. Deyəcəksiniz, bəs arqumenti bayaq başqa cür dediniz. Arqument təhlil etmədə dəyişdi də. Çünki özümdən arqument gətirmədim. Mətndən arqument gətirdiyimə görə təhlil etmə oldu. Və amma buna baxmayaraq yenə də mən arqument, dəlil, sübut gətirirəmsə, bu tənqidi təfəkkürdür. Ona görə doğru cavabımız olur C variantı. Keçək 55-ə. Siz müəllim olaraq dərsdə fəal iştirak etməyən və sinif yoldaşları ilə ünsiyyətdən yayınan bir şagird müşahidə edirsiniz. Bu şagird son zamanlar tapşırıqları da yerinə yetirmir. Sakit və qapalı davranışları sinifdə diqqətdən yayınsa da, siz bu vəziyyətin davamlılığının onun inkişafına mənfi təsir edə biləcəyini düşünürsünüz. Bu vəziyyətdə necə davranmaq daha effektiv olar? Şagirdə ciddi xəbərdarlıq edərək, tapşırıqları yerinə yetirmədiyi üçün qiymətləndirməyə təsir edəcəyini bildirirsiniz. Burada humanist yanaşmaq lazımdır, ciddi xəbərdarlıq, cəza vermək məsələsi olmamalıdır. Sonra problemi məktəb rəhbərliyinə və psixoloqa yönləndirirsiniz. Çünki bu vəziyyət sizin səlahiyyətinizdən kənardır, xeyr. Biz bunu dəfələrlə demişəm ki, bir problemdə dərhal rəhbərliyin, psixoloqun yanına qaçmırıq. Lazım məqamlarda. Sonra digər şagirdlərə nümunə göstərərək onun passivliyinə diqqət çəkirsiniz və ona da fəallıq göstərməyini tövsiyə edirsiniz. Bir şagirdi digəri ilə müqayisə etmək olmaz. Bunda çıxdıq. Şagirdlə fərdi söhbət apararaq davranışının səbəblərini anlamağa çalışır. Dəstəyə ehtiyacı olub-olmadığını müəyyənləşdirirsiniz. Dediyim kimi, ən humanist versiya budur. Bundan əvvəlki 2 videoda da dedim ki, belə vəziyyətlərdə çalışın ki, ən mülayimi hansıdır,
ondan yanaşın bu tip testlərə. Eğer də baxaq, sinifdə iştirakını artırmaq üçün əlavə ev tapşırıqları verərək məsuliyyət hissini artırmağa çalışırsınız. Xeyr, bu ev tapşırığın eləmir, özünə qapanıb. Buna istəyirsiniz 1 ton tapşırıq verin vərəqlərdən. Yenə də eləməyəcək. Bunu yola gətirmək lazımdır. Fərdi söhbət aparmaq, bu vəziyyətinin səbəbini araşdırmaq, dəstəyə ehtiyacı olub olmadığını müəyyənləşdirmək, lazımsa dəstək vermək və s. Yaxşı, cavabımız oldu D variantı. Keçək 56-ya. Müəllim iqlim dəyişmələri və insan fəaliyyəti mövzusunun tədrisi zamanı müşahidə edir ki, şagirdlər iqlim dəyişmələrinin səbəb və nəticəsini, həmçinin insan fəaliyyətinin bu prosesə təsirini bir-birindən ayırmaqda çətinlik çəkirlər. Mövzunun daha yaxşı mənimsənilməsi üçün müəllim dərs planında dəyişiklik edərək şagirdlərin fəal iştirakına əsaslanan yanaşma tətbiq etmək qərarına gəlir. Aşağıdakı yanaşmalardan hansını tətbiq etmək şagirdlərin inteqrativ yanaşmasını və mövzunun mahiyyətini öyrənməsini ən yaxşı şəkildə təmin edə bilər. Baxaq. Müəllim hər bir şagirdə iqlim dəyişməsinin bir səbəbini və bir nəticəsini tapşırır. Və onların bu iki anlayışı fərqləndirərək sinif qarşısında təqdim etmələrini istəyir. Bu uşaqlar səbəb-nəticə əlaqəsini ayıra bilmirlər. Baxın, şərtdə deyir, axı səbəb-nəticəni ayırmaqda çətinlik çəkilir. Müəllim də gətirir onlara səbəb-nəticə tapşırır. Bunlar çətinlik çəkir, bunu izah eləmək lazımdır. Deməli, bu yanlışdır. Bu getdi. Müəllim şagirdlərə iqlim siyasəti və ətraf mühitə təsiri ilə bağlı real statistik məlumatlar təqdim edir. Şagirdlər bu məlumatlar arasında əlaqə qurmalı və təqdimat hazırlamalıdırlar. Bu ola bilər. Tələsməyə, axıra qədər oxuyaq. Müəllim şagirdlərə iqlim dəyişməsi ilə bağlı sənədli film izlədir. Sonra onlardan filmdəki faktları xronoloji ayrıcılığına sadalamağa xahiş edir. Bu səbəb-nəticə əlaqəsini tapmaqda çətinlik çəkir. Müəllim amma burada xronoloji ayrıcılıq sadaladır. Bu problemi həll edəməyəcək. Deyə baxaq. Müəllim dərslikdən parçanı oxuyur. Sonra fərdi iş vərəqləri paylaşaraq hər şagirddən qısa test cavabları yazmağı istəyir. Yox, bu test cavablarını yazmaq da bu problemi həll edə bilməyəcək. Çünki şagirdlərin problemi nədirsə, onun həllinə yönəlmək lazımdır. İndi eyə baxaq. Müəllim fərqli regionlara dair hava şəraiti qrafiklərini verir və şagirdlərdən bu regionlarda iqlim dəyişməsinin olub-olmadığını qrafikə əsaslanaraq müəyyən etmələrini tələb edir. Amma burada şagird şərtdə nə görür? Şagirdlər iqlim dəyişmələrinin səbəb nəticəsini ayıra bilmirlər. Ümumiyyətlə, iqlim dəyişməsi, niyə iqlim dəyişikliyi baş verir? Bununla bağlı bir fikirləri yoxdur. Müəllim də götürür ona fərqli regionlarda hava şəraitinin qrafikini verir. Deyir, görün burada iqlim dəyişikliyi var, yoxsa yox. Bunlar onsuz da çətinlik çəkirlər də. Bu tapşırığı onlara vermək olmaz. İndi B-ni bir daha oxuyaq, baxın. Müəllim şagirdlərə iqlim siyasəti və ətraf mühitə təsiri ilə bağlı real statistik məlumatlar təqdim edir. Statistik məlumatlar. Şagirdlərə deyir ki, bu məlumatlar arasında əlaqə qurun və təqdimat hazırlayın. Belə olanda təbii ki, həmin şagirdlərin bu problemi aradan qalxacaq. Buna da yenə də ən rahat, ən humanist, ən effektiv cavabı tapmaq lazımdır. Cavabımız oldu B variantı. Keçək 57-yə. Şagird səhralaşma və torpaq degradasiyası mövzusunda qısa məlumat mətnini oxuyur. Mətndə səhralaşmanın səbəbləri, təsirləri və qarşısının alınması yolları göstərilir. Mətnə əsaslanaraq səhralaşma probleminin əsas səbəblərini və vurduğu zərərləri müəyyən edin. Mətnə əsasən fikrinizi əsaslandırılması üçün ən azı 2 arqument gətirin. Tapşırıq şagirddə Bloom'un taksonomiyasının hansı mərhələsini, təfəkkürün hansı növünü inkişaf etdirməyə xidmət edir. Bayaq dediyim kimi, burada da arqumenti görüb, fikrin əsaslandırılmasını görüb, dəyərləndirmə götürmək lazım deyil. Bir daha deyirəm, yuxarıda dediyim kimi, dəyərləndirmə odur ki, mən özüm bir fikri ortaya qoyuram və o fikrimi əsaslandırıram. Yəni, belə deyək, ağzımıza gələni danışmırıq da, mən bir söz səsləndirirəmsə, onun arqumentini gətirməliyəm. Amma burada deyil, mətnə əsasən fikir əsaslandır. Mətnə əsasən zərərləri müəyyənləşdir, səbəbi müəyyənləşdir, zərəri müəyyənləşdir. Mətnə əsasən onu əsaslandır. Artıq burada nədir bu? Təhlil etmə mərhələsidir.
Təhlil etmə mərhələsi də hardadır? E variantında və analitik təfəkkürdə təbii ki, burada bir analiz getməlidir ki, bunlar, yəni təhlil gedir də onsuz da. Bunları müəyyənləşdirmək üçün. Keçək 58-ə. Məktəbdə keçiriləcək Təbiəti Qoruyaq adlı təqdimat layihəsində siz komanda rəhbərisiniz. Komanda yoldaşınız təqdimatda daha çox emosional çağırışlara və musiqi effektlərinə yer verilməsini təklif edir. Siz isə təqdimatın faktlara, statistikaya və real nümunələrə əsaslanmasının daha inandırıcı olacağını düşünürsünüz. Komanda üzvünüz isə təklifində israrlıdır. Belə vəziyyətdə əməkdaşlıq və effektiv ünsiyyət bacarığını ən yüksək səviyyədə nümayiş etdirən davranış hansı olar? Deməli, mən komanda rəhbəriyəm və mənim komanda yoldaşım deyir ki, gəl təqdimat eləyəndə emosional çıxışlar eləyək, arxada musiqi effektləri verək ki, insanlara daha çox təsir eləyək. Amma mən komanda rəhbəri olaraq deyirəm ki, yox, faktlar, statistika, real nümunələr gətirək ki, insanlar inansın. O da israr edir ki, yox, emosional çağırışlar, musiqi effektləri olmalıdır. İndi sualda deyir ki, o komanda rəhbərinə deyir, belə vəziyyətdə həm əməkdaşlığı və effektiv ünsiyyət bacarığını qorumaq şərti ilə hansı davranışın düz olar? Yəni, mahiyyət bundan ibarətdir. Əməkdaşlıqda pozmamaq şərti ilə. İndi baxaq, onun təklifini rədd edirəm və təqdimatı öz fikrimə uyğun hazırlayıram. Axı, rəhbər mənəm. Baxın, mən onun təklifini rədd edirəmsə, əməkdaşlıq pozuldu. Elə lazımdır ki, həm onun dediyi olsun, həm mənim dediyim. Sonra B-yə baxaq. Müzakirə apararaq hər iki yanaşmanı birləşdirməyə çalışıram. Əla. Təqdimatın müxtəlif hissələrində fərqli üslublardan istifadəni təklif edirəm. Bəli. Bu deyir ki, hər iki yanaşmanı gəl bir ortaq nöqtəyə gələk, belə bir sintez yaradaq da. Ondan sonra da müxtəlif hissələrində fərqli üslublardan da istifadə edək. Belə bir təklif irəli sürürəm və bu elə doğru cavabımızdır. C-yə də baxaq. Onun fikri mənim fikrimdən zəif olduğu üçün komandanın digər üzvlərini onun təklifinə qarşı çıxmağa təşviq edirəm. Bu da yanlışdır. Onunla razılaşır və təqdimatı onun dediyi kimi hazırlayıram. Qalmaqal istəmirəm. Xeyr. Bu artıq əməkdaşlıq deyil də başım ağrımasın deyə işə girişməkdə olmaz. Məsələni müəllimə çatdırıram ki, düzgün yolu o seçsin və məsuliyyət mənlik olmasın. Xeyr. Bizə lazım ki, əməkdaşlıq pozulmasın. O da doğru cavab elə B variantındadır. Keçək 59-a. Aşağıdakı fikirlərdən hansılar pedaqoji baxımdan doğrudur? Müəllimin dərsdə əvvəlcən hazırladığı açıq suallar şagirdlərdə təlim zamanı yeni sualların yaranmasına səbəb olursa, bu dərsdə öyrənmə prosesi baş verir. Bəli. Müəllim əvvəlcən suallar hazırlayıb, açıq suallar və bu sualları təlim zamanı verir və bu suallar yeni sualları yaratmağa xidmət edir, səbəb olur. Deməli, burada öyrənmə baş verir. Bu doğru fikirdir. Elə bizə doğru lazımdır. Biri bu. Bütün şagirdlərin eyni tapşırığı, eyni vaxtda və eyni üsulla yerinə yetirməsi ədalətli, effektiv tədris üçün əsasdır, yanlışdır. Biz bunu diferensial təlimdə demişdik ki, hamıya eyni üsulla izah etmək lazım deyil. Çünki şagirdlər müxtəlifdirsə və o sinif diferensial, həmçinin inklüzivlikdə demişdik ki, şagird müxtəlifliyini nəzərə alaraq müxtəlif üsullarla istifadə etmək lazımdır. Yəni, bu yanlışdır. 2 getdim. Hətta 2-ni variantlardan da çıxdım. Sonra 3-ə baxaq. Əgər şagirdin cavabı düzgün olmasa, onun düşünmə prosesi müəllim tərəfindən nəzərə alınmalı və qiymətləndirilməlidir. Ola bilər, bir uşaq əziyyət çəkir, araşdırır, amma düzgün nəticəyə gələ bilmir. Yenə də onun çəkdiyi o əziyyəti, göstərdiyi səyi qiymətləndirmək lazım. Bu da doğru fikirdir. 3-ə götürürəm. Yalnız test nəticələri ilə şagirdin idrak inkişafını və təfəkkür bacarığını müəyyən etmək mümkündür, yanlışdır. Ancaq test nəticələri ilə yox, müxtəlif üsullardan istifadə etmək olar. 4 yanlışdır. 4-lərdə çıxdım. Cavab artıq hazırdır, amma 5-ə də baxaq. Müəllim dərsdə məntiqi səhvlərə imkan verirsə və bu səhvləri birlikdə müzakirə edirsə, şagirdlərdə daha dərindən öyrənmə baş verə bilər. Bəli. Yəni, deyir ki, insanlar səhv edə bilər. Bunu qınamır. Bəli, deyir, mən özüm necə səhv edirəmsə, bəzi məqamlarda şagird də səhv edə bilər. Əsas odur ki, bu səhvləri birlikdə müzakirə edək və aradan qaldıraq. Əsas məsələ budur. Deməli, bu da doğru fikirdir. Cavab olur 1, 3, 5, B variantı. Keçək 60-a. Siz 8-ci sinifdə iqlim qurşaqları və onların təsiri mövzusunu tədris edirsiniz. Dərs zamanı şagirdlərdən biri soruşur. Müəllim, bəs niyə bəzi ölkələrdə eyni anda həm quraqlıq, həm də daşqınlar baş verir? Bu necə baş verir?
Siz bu sualdan istifadə edərək dərsi daha maraqlı və şagirdlərin düşünməsini təşviq edən şəkildə davam etdirirsiniz. Aşağıdakı yanaşmalardan hansı sizin metodiki bacarıqlarınızı daha dolğun nümayiş etdirər? Qlobal istiləşmə və ekstremal hava şəraiti haqqında qısa təqdimat hazırlayıb, izah edərək sualı cavablandırmaq. Bu sual-cavab prosesinin təşkili zamanı demişdi ki, müəllim əsasən sualı birbaşa özü cavablandırmaqdan qaçmalıdır. Şagirdləri yönəltməlidir müxtəlif mənbələri ki, onlar tapsın. Amma özü bir istiqamət verməlidir. Ha, gedin özünüz tapın, elə yox. İstiqamət verməlidir, mənbə göstərməlidir və s. yönləndirməlidir. Çünki müəllim fasilitatordur. Amma burada müəllim özü cavablayır. Ona görə bu bir olmayacaq. Şagirdləri qruplara bölüb, fərqli iqlim zonalarına dair araşdırma etmələrini tapşırmaq və nəticədə hansı bölgələrdə belə hallar müşahidə olunduğunu təhlil etdirmək. Baxın, birbaşa sualın cavabını şagirdləri yönləndirərək, istiqamət verərək, qruplara bölərək yol göstərib, onlar özləri təhlil edib tapsınlar. Bu doğrudur. 3-ə baxaq. Şagirdlərə bu suala öz cavablarını yazılı şəkildə yazmalarını və ev tapşırığı kimi təqdim etmələrini demək. Şagirdlər buna sual verib, müəllim də o sualı bunlara ev tapşırığı kimi verir. Olmaz. Yəni, heç bir istiqamət də vermədi heç müəllim burada. Yönəltmədi. Dedi ki, gedin bunu evdə özünüz taparsınız. Yəni, belə çıxdı da bu cümlədə. Deməli, 3 deyil. 4-ə baxaq. Sualları dərhal özünüz cavablandırıb, dərsin planlaşdırılmış gedişinə davam etmək. Bayaq dediyim kimi, bəzi məqamlarda özümüz cavablayırıq. O da nədir? Dərsin bitməyinə 5 dəqiqə qalır, məsələn, və yaxud 1 dəqiqə, 2 dəqiqə qalır. Şagird sual verir, onu qısa formada özümüz cevablaya bilərik. Amma vaxtımız var, şagirdə istiqamət verə biləriksə, əsasən bu yolla davam edirik, yönləndirmə yolu ilə. 5-ə baxaq. Şagirdlərə real baş vermiş iqlim hadisələri ilə bağlı xəbərləri, məsələn, Hindistanda sel, Afrikada quraqlıq təqdim etmək və müzakirə apararaq onların səbəblərini birgə araşdırmaq. Bəli, bu da effektiv üsullardan biridir. Doğru cavabı olur 2 ilə 5, yəni E variantı. Bugünlük bu qədər. Bu testlərin də cavablarını bura qeyd eləmişəm. Siz də bu testi əldə etmək istəsəz, PDF formatında işləmək istəsəz, bu nömrəyə, ekranda gördüyünüz nömrə ilə əlaqə saxlayın və mən sizə bu PDF-i göndərim. Kanala da abunə olun və videonu bəyənib öz yoldaşlarınızla paylaşmağı unutmayın. Sağ olun, hələlik görüşənədək.